Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur. Vaxtilə burada ekoloji fəlakət hökm sürür. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bugün isə bu belə deyil. Bugün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürtdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya elədik, parklar saldıq, qara şəhəri, ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft qaz sənayesi. Ona görə qanunsuz fəaliyyətin məhdudlaşdırmaq üçün, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi. Prezident Administrasiyasından Nazirlər Kabinetinə, Ekologiya Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, qanunsuz tikinti üçün lazım olan malların işlənməsi, istehsalı, bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə yol qətiyyən verilməməlidir.